biz bir dəfə sorğu eləmişdik, ümumiyyətlə izləyicilərdən soruşmuşduq ki, bir çox ustaları tanıyırıq da, avtomobil təmiri sahəsində hansı sahənin ustalarından daha çox narazısınız? Mən düşünürdüm ki, orada bəziləri deyəcək mühərrik ustası, bəziləri deyəcək sürətlər qurucu ustası, məsələn elektriklər olsun, amma əksəriyyət avtokosmetika işini görən şəxslərdən narazı olduğunu bildirdilər. Özəlliklə rəngsazlardan. Niyə bu qədər narazılıq var rəngsazlarla bağlı? Peşəkar azdır, ona görə. Sənətini sevən, sənətinə dəyər verən çox azdır. Yəni, əziyyətə heç kəs özünü vermək istəmir, əziyyət çəkmək istəmir. Mən illər boyudur özüm çəkirəm, özüm sürtürəm, özüm rəhləyirəm, özüm yapışdırıram. Mənim yaşımda usta görsədim ki, özü yapışdırır, özü rəhləyir. Az olar. Mən özümü tərifləmirəm. Az olar. Yəni, peşəsinə can yandıran, sevən. Ona görə biz sənətkar adı qazanırıq da, usta çoxdur. İşin sənətini bilənə sənətkar deyirlər. Bir də üzr istəyirəm usta. Deməli, orada iş məsələsində vaxtında təhvil vermə məsələsi var. Rəngsazların ən çox problem məsələləri mən tərif eləməyim, mənim özümdə də olur. Çünki əgər mən istəyirəmsə bunu keyfiyyətli çıxardımsa, mən o bir günə görə mən o işimi korlaya bilmərəm. 2 günə görə korlaya bilmərəm. Bizdə proseslər var, o qurumalıdır, astardır, məzun, yəni şpaklyovka çəkilirsə, o qurumalıdır, sürtülməlidir. Tam arxain olmalısan ki, hər şey idealdır, astana vurub, yəni bir gündən sonra ən azı rəhləməlisən. Müştəri də deyir, tez, amma sabah səndən iş tələb eləyəcək, keyfiyyət tələb eləyəcək. Onu fikirləşmir, elə deyir tez.